Bismillahirrahmanirrahim. Elhamdülillah. Ve salatu ve selamu ala men la nebiyye ba'de. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki: "Ve zekkir fe inne zikra tenfa'ul mu'minin." Hatırlat, hakikaten hatırlatmak mümine fayda verir. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki: "İnnellezîne kâlû rabbunallah thumme istekâmû tetenezzelu aleyhimul melâiketu ellâ tehâfû ve lâ tehzenû ve ebşirû bil cennetilleti kuntum tu'adun." Allah Teala burada iman getirip ve iman getirdikten sonra salih emeller edenlerin ve bu iş üzerinde sabit olanları müjdelemişti. Allah Teala buyuruyor ki: "İnnellezîne kâlû rabbunallah." O şəxslər ki, Rabbimiz Allah'tır deyərlər. "Sümme istekâmû." Sonra verdikleri sözün üzerinde müstakim olanlar, doğru dürüst olanlar. "Tetenezzelu aleyhimul melâike." Ölüm anında onlara melekler nazil olar. "Ellâ tehâfû ve lâ tehzenû." Korkmayın ve kederlenmeyin ve size vaad olunmuş cennetle sevinin. Bu ayet hakikaten çok azametli bir ayeti. Allah Teala bu ayede bize bildirir ki ölüm anı elə bir şeydir ki ölüm geldiği zaman istəyir kafir olsun, istəyir münafık olsun, kim istəyir olsun artık o ölüm şiddeti geldiği zaman artık o insan hakkın ne olduğunu görecektir. Ve ona o şəxs ki iman getirer ve ettiği dediği söz üzerinde sabit kalarsa, yani Peygamber sallallahu aleyhi ve selleme iman getirer, Allah'ın kitabına iman getirer ve Allah'ın emirlerini yerine getirip qadağan buyurduklarından çekinerse o şəxs üçün müjde vardır. Ve həmçinin də Allah'a iman getirmeyip ve onun peygamberine tabi olmayan, Allah'a inanmayan bir şəxs üçün də onun üçün də əzabla bir müjde vardır. İlk önce Allah-u Teala'nın müminlere verdiği müjdesi barəsində danışaq. O an geldikdə artık herkes o anı təsdiqləyəcəkdir. Çünkü artık gözleriyle görmüş ve o anı yaşamıştır. O an yaşamak üzeredir. Allah-u Teala o anda olan insanın, o ölüm anında insanın fikirlerini bize bildirir ki ona deyir ki la alla tahafu ve la tahzanu. Qorxma və kədərlənmə. Alimlər gətirir ki o anda, ölüm anında insanın baxdığı iki baxış var. Birinci baxış önə baxan baxışdır. Çünkü elə bir yere gedir ki bundan önce hiç vaxt ora getməmişdi. Ve bilmir ki orada özünü xoşbəxtçilik, cennet, rahat bir hayat gözləyir, yoksa Allah korusun cehennem, cehennemin istisi, yani ora mı gözləyir? Ona göre o insanı qorxu bürüyür. Artık bilib, artık o anın Allah-u Teala'nın verdiği vaadin hak olduğunu artık öz gözleriyle görüp ve artık onun için qorxu vardır, qorxu bürüyür. İstəyir mümin olsun ve istəyir kafir olsun ve mümin ona göre qorxur ki indiyə qədər etdiği əməllərin az olduğundan ve Allah-u Teala'nın insanlar için verdiği yaxşı ve pis vədləri bilir. Buna göre qorxu, bilmir özünü orada ne gözləyəcək. Cennet gözləyəcək, yoxsa cehennem gözləyəcək. Allah korusun, ona göre qorxu bürüyür. Ve kafir de məlumdur ki onun keçirdiği hisler, qorxular müminin keçirdiği hisler ve korkular kim değil. Çünkü müminin keçirdiği o korkularda ümit var. Allah'ın rahmetine olan ümidi var. Ancak kafirde ise bu da yoktur. Ümid edeceği bir şey yoktur. Ve həmçində baxdığı ikinci baxış ise arxayadır ve özündən qoyub getdiyi yetimlər üçün, zəiflər üçün, onlar üçün kədərlənir. Onların halı necə olacaqdır? Yani onlar xəstələndiyi zaman onların halına kim yanacaq? Onların ruzisi necə olacaq? Yaşayışı, bunlar barəsində düşündükdə isə onu hüzün bürüyür. Deməli, insan ölüm anı gəlib çatdısa, onun baxdığı iki baxış var. Birincisi önə baxdığı zaman kədərlənir, hara gedəcəyini bilmir və ikinci baxış isə arxaya baxan baxışdır və özündən sonrakıları düşünərək kədərlənir.
Və Allah Teala bu anda mümin üçün müjdə verir. Elə ilk anlarda subhanallah bu dünyadan ayrılma anında Allah Teala mümin üçün müjdə verir ki, "Əllə təxafu və la təhsənu." Qorxma və kədərlənmə. Yəni gedəcəyin yer üçün qorxma, sənin üçün rahat bir həyat vardır. Və səndən qalan zürriyyət üçün də, səndən qalan ailən üçün də, sənin himayən altında olan üçün də kədərlənmə. Allah Teala ona sakinlik verir, rahatlıq verir. Gedəcəyin yer rahat olması barəsində və özündən sonra buraxdığı zürriyyət üçün, onların gələcəyi üçün də rahatlıq verir və sonra onun üçün və əbşiru bil cənnətilləti kuntum tuadun və sənə vəd olunmuş cənnətlə sevin. Allah Teala onun üçün vəd edir. Allahdan istəyir ki, Allah bizi onlardan etsin. Fikir versək, o insan önə baxdığı zaman kədərlənirdi. Yəni önə baxdığı zaman qorxurdu, qorxu bürüyürdü. Bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, insan dəfn olunduğu zaman onun artıq üstü örtülür və onun yanına iki mələk gəlir, Münkər və Nəkir adında və ona üç sual verirlər. Rəbbin kimdir? Dinin nədir? Və sizə göndərilən o kişi, Peyğəmbər kimdir? Əgər o şəxs bu suallara cavab verərsə, onun qəbri və göydən bir səs eşitdilər, səmadan bir səs eşitdilər. Sadaqa abdi, qulum düz dedi. Və onun qəbri gözün gördüyü məsafədə genişləndirirlər. Və cənnətin döşəndiyi kimi qəbri döşənər və ona cənnətdən bir qapı açılar. Və o, baxmayaraq ki, yeri rahatdır, genişdir, nurludur və cənnətin döşəndiyi kimi döşənib, ancaq o qapıdan cənnətdə onun üçün vəd olunmuş o nemətləri gördükdə deyər, ya Rab, əqimis sə'a, ey Rəbbim, qiyamət saatını qopdur. Yəni, ona vəd olunmuş o nemətlərə tez çatmaq üçün Allahdan istəyər. Allah qorusun, o şəxs ki, bu suallara cavab verə bilməz və bu zaman onun qəbri sıxlaşar. Və o qədər sıxlaşar ki, qəbriqələri bir-birinə keçər. Və cəhənnəmin döşəndiyi kimi onun qəbri döşənər. Və cəhənnəmdən bir qapı açılar. Və deyər ki, ya Rab, lə tuqimis sə'a, ey Rəbbim, qiyamət saatını qopdurma. Baxmayaraq ki, qəbri sıxıl, qəbir içərisində əzabdadır, qəbriqələri bir-birinə keçəcək şəkildə qəbir onu sıxıb. Və həmçinin cəhənnəmin döşəndiyi kimi qəbri döşənib, elə bil ki, cəhənnəmdən hüfratun minənlər, onun qəbri cəhənnəmdən bir çuxurdur. Və baxmayaraq ki, bu qədər əzab, əziyyət içərisində, məşəqqət içərisində deyir ki, ey Rəbbim, qiyamət saatını qopdurma. Çünki cəhənnəmdə özü üçün olan yeri görür və istəmir ki, ora getsin. Qiyamət saatının qopmağını istəmir. Bu hədis səhih hədisdir və həmçində bu hədis dəlildir ki, bərzaq həyatının olması barəsində. Bəzi insanlar qəbir həyatını, bərzaq həyatını inkar edirlər və bərzaq həyatı haqdır və qəbir həyatı haqdır. İnsanın qəbirdə dirilməsi haqdır. Keyfiyyətə qaldıqda isə bunu Allah-u Teala bilir, qeybi aləmdir. Bizə üzərimizə düşən onun necəliyinə varmadan və heç bir şeyə bənzətmədən Allah-u Teala'nın qeybi barəsində bizə bildiyi şeylərə iman gətirmək. Ki bir insan önə baxdığı zaman o insanı qorxu bürüyür və Allah-u Teala o insanı bu müjdə ilə müjdələyir. Və sonra özündən sonra buraxıb getdiyi zürriyyətə gəldikdə isə Allah-u Teala onlar barəsində də deyir, kədərlənmə. Yəni onların ruzisi bizə aiddir. Buna misal olaraq, dəlil olaraq Kəhf surəsində Musa aleyhissalamın Xıdırı aleyhissalamla olan səfəri var. Yəni hamımızın bildiyi bir hekayədir, yəni baş vermiş bir hadisədir. Allah-u Teala Kəhf surəsində bunu bizə zikr etmişdir. Musa aleyhissalam Xıdır aleyhissalamla görüşür və ona Allahın sənə öyrətdiyi elmdən özünə də öyrətməsini istəyir. Və Xıdır aleyhissalam deyir ki, sən buna səbr edə bilməzsən və Musa aleyhissalamın istəyindən sonra yola çıxırlar və bunların qarşısını, bunlar bir gəmiyə minirlər və gəmi əhli bunları yolda düşürürlər və düşürəndə
yani mənzil başına çatdıqları zaman düşürürlər və düşürdükləri zaman Xıdır əleyhissalam onların gəmisini deşir, yəni xarab edir və sonra gəmidən düşür. Və Musa əleyhissalam buna dözə bilmir və deyir ki, yəni biməna olaraq danışılır. Yəni onlar bizə yaxşılıq etdilər, yəni sən çox pis bir şey etdin. Və Xıdır əleyhissalam ona xatırlatır ki, yəni səbirli olmasını ona tövsiyə edir. Və Musa əleyhissalam da başdan da Xıdır əleyhissalam Musa əleyhissalama şərt qoymuşdu ki, mənə sual vermə. Yəni etdiyim şeylər barəsində mənə etiraz etmə və bu Musa əleyhissalamın Xıdır əleyhissalama olan birinci etirazı idi. Və sonra cavan bir oğlan uşağı ilə rastlaşırlar və Xıdır əleyhissalam onu qətlə yetizdirir və Musa əleyhissalam qətlə yetirir və Musa əleyhissalam yenə buna dözə bilmir və yenə Xıdır əleyhissalama sual verir və bu ikinci olur və sonra bir kənddən keçirlər və kənddən keçdikləri zamanda oranın əhlindən yemək və qalacaq yer istəyirlər və kənd əhli bunu etmir və kəndin çıxacağında uçmuş bir divarı Xıdır əleyhissalam təzədən bərpa edir və Musa əleyhissalam yenə buna dözə bilmir. Sual verir, əgər istəsəydim bunun müqabilində nəsə bir şey istəyə bilərdim. Və bu zaman Xıdır əleyhissalam Musa əleyhissalama deyir ki, "Həzə firaqu beyni və beynək, səunəbbiuke bi tə'vili mə ləm təstati aleyhi sabra." Və deyim, bu mənimlə sənin aramızda olan artıq ayrılıqdır. Yəni sən səbr edə bilmirsən və mən sənə səbr edə bilməyəcəyin, bilmədiyin şeylər barəsində xəbər verəcəm. Və birinci gəmiyə gəldikdə isə deyir, o yəni dənizlə işləyən kasıb insanlara aid idi və onların qarşısından bir zalim hökmdar gəlirdi və nə qədər yararlı, sağlam təknələr, qayıqlar var idisə, gəmilər var idisə, onları ələ keçirirdilər, qəsb edirdilər. Və mən də onların gəmisini xarab etdim ki, o qarşıdan gələn zalim hökmdar onların gəmilərini əllərindən çıxartmasın. Bu bir. İkincisi, oğlan uşağına gəldikdə isə deyir, o oğlan uşağının valideynləri salih idi və biz qorxduq ki, yəni bu da Allahın əmri iləndir, Allahın qədəri iləndir, Allah-u Teala'nın elmi və əcəli elmi olması iləndir və uşağın gələcəyinin necə olmasını bilməsi ilədir və həmçində Musa əleyhissalamın imtihanıdır. Və o uşağın gələcəkdə valideynlərini dindən çıxarmasından qorxduq və bu da Allahın əmri ilə onu yerinə yetirib. Və üçüncüsünə gəldikdə isə yəni divarı tikmək və onun müqabilində hər hansı bir şeyi istəməyə gəldikdə isə ki, bu divar 2 yetim uşağa aid idi və onların ataları salih olduğuna görə Allah-u Teala orada o evladlar, o uşaq, o yetimlər üçün deyir, bir xəzinə saxlamışdı. Və biz də deyir, onu tikdik ki, yəni o uşaqlar həddi buluğa çatınca o divar sökülməsin, uçmasın və xəzinə ortaya çıxmasın. Uşaqlar həddi buluğa çatdıqdan sonra həmən ki, xəzinəyə əlləri çatması üçün. Fikir verin və təfsirlərdə gəlir ki, onların atası salih olduğuna görə. Subhanallah, fikir verin. Yəni gəlir ki, 7-ci babaları. Yəni gör bir insanın əməli salih olması, bir insanın Allahın əmrlərini yerinə yetirib qadağanlarından çəkinməsi onun evladlarının ruzilənməsinə səbəbdir. Fikir verin. Ona görə əgər bir kəs həqiqətən özündən sonra evladlarının, nəvələrinin ruzilənməsini istəyirsə, o insana tövsiyə olan odur ki, və Qur'anın da tövsiyəsi odur ki, o insan Allaha gözəl bir şəkildə bağlansın. Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsinə bağlansın. Allah-u Teala'ya gözəl bir şəkildə ibadət etsin. Belə edərsə, Allah-u Teala onun özünü də və həmçinin ailəsini də ruzilənməsinə səbəb olar. Və təəssüflər olsun ki, bugün insanlar ailələrinin özündən sonra qoyub getdikləri evladlarının ruzisini ancaq özlərinin yorulmasında görürlər. Yəni, evladları üçün, evladlarının gələcəyi üçün, oxutması üçün, onların ev, maşın, minik sahibi, ailə sahibi olması üçün baxırsınız ki, insanlar səhərdən axşama qədər işləyir,
Allahın əmrlərini yerinə yetirmir. Hətta subhanallah Allah barəsində pis zəndə olaraq haram qazanc qazanırlar. Və içki daşırlar, içki istehsal edirlər və bunun kimi digər məhsullardan, haram olan şeylərdən istifadə edərək, ticarətlərdən istifadə edərək, haram olan işlərdə işləyərək evladlarının gələcəklərini qurmağa çalışırlar. Və bu da təəssüflər olsun ki, Allah barəsində pis zəndə və düşünürlər ki, bunu etməsək bizim evladlarımız acından öləcək və gələcəyi olmayacaqdır. Bu da Allah barəsində olan pis zəndir. Kim Allah üçün bir şeyi tərk edərsə, Allah Teala ona ondan daha xeyirlisini nəsib edir. Ona görə ən gözəl odur ki, əgər kim evladlarının özündən sonra rahat bir yaşayış yaşamağını istəyirsə və evladlarının xoşbəxt olmasını istəyirsə, qazancına diqqət yetirsin. Bu bir. İkincisi də Allaha daha çox bağlansın. Allahın əmrlərini yerinə yetirsin və qadağan buyurduqlarından çəkinsin. Və həmçinin də gözəl bir fayda da Allah Teala Quranda bizim üçün verir. Əgər bir şəxs ruzisinin artmasını istəyirsə və ailəsinin rahat bir şəkildə, gözəl bir şəkildə dolanmasını istəyirsə, qoy ailəsinə namazı tövsiyə etsin. وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ Ailənə namazı əmr et. Sizi də onları da biz ruziləndirdik. Subhanallah. Bu ayə dəlildir ki, əgər bir şəxs öz ailəsinə, öz evladlarına namazı əmr edərsə, namaz qılmağı öyrədərsə, onları namaz qılmaq üçün həvəsləndirərsə, onun da evladlarının da ruzilənməsinə səbəb olar. Allahdan istəyirik ki, Allah-u Teala bizi ölüm anında müjdələnən o şəxslərdən etsin. Allahdan istəyirik ki, Allah-u Teala ölüm anında bizə rahatlıq, təskinlik tapanlardan etsin. Və önə baxdığımız zaman qorxanlardan və arxaya baxdığımız zaman kədərlənənlərdən etməsin. Əmin.